Bu məktub Əli Cohenə aid idi. Bəs Əli Cohen kim idi? Onu yoldaşına məktub yazmağa nə vadar eləyirdi və məktubda nə yazmışdı? Əli Cohen bildiyiniz kimi 1961-1965-ci illərdə Suriyada Mossadın xeyrinə fəaliyyət göstərən bir cəsus idi. 1965-ci ildə ifşa olundu və may ayının 18-də edam olundu. O 1965-ci il may ayının 15-də, yəni ölümündən 3 gün əvvəl həyat yoldaşı Nadia'ya aşağıdakı məzmunda bir məktub yazdı ki, əzizim Nadia, keçmişdə baş verən boş-boş hadisələrə görə özünüzün gününüzü ağlamaqla keçirməyin. Özünüzü ələ alın və özünüz üçün yaxşı, gözəl bir gələcək qurun. Bu öz ölümünü deməli heçə sayırdı. Yəni həyat yoldaşını, öz ailəsini deməli rahat etmək üçün, fikir etməmək üçün bu məzmunda bir məktub yazmışdı. Nədəncə çatdırım ki, Əli Cohen'in deməli edam olunmamasını demək olar ki, o dövlət qalmadı ki, Suriyadan xahiş eləməsin. Hətta Roma papası da xahiş elədi Suriya hökumətindən, amma Suriya hökuməti bütün deməli yalvarışlara, xahişlərə baxmayaraq Əli Cohen'i edam elədi. Bu tip videoların davamını istəyirsinizsə kanalıma abunə olun.